Xalq artisti Afaq Bəşir qızının nəvəsi Əhməd Paşa hərbi xidmətə yollanıb. Aktrisa bununla bağlı Instagram hesabında paylaşım edib. Sən bu gün vətənə xidmətə yollanırsan. Nənə ürəyi üçün səndən ayrılmaq çətindir. Amma səninlə sonsuz qürur duyuram. Allah səni hər addımda qorusun, yolunu açıq, qismətini gözəl etsin. Harada olursan ol, unutma ki, nənənin duaları həmişə səninlədir. Güclü ol, mərd ol, böyüklərinə hörmət et, dostlarına dayaq ol. Vətənə şərəflə xidmət edib, sağ-salamat evimizə qayıtmağın ən böyük arzumdur. Səni çox sevirəm balam, Allah səni qorusun, ayağına daş dəyməsin, yolun uğurlu, xidmətin şərəfli olsun. Səni həsrətlə gözləyəcəyəm. Allah amanında ol canım nəvəm deyə aktrisa paylaşımında yazıb. Qeyd edək ki, Afaq Bəşir qızının bir oğul evladı və 2 oğul nəvəsi var.